İnsan barmaq izləri ana bətnində formalaşır. Ömür boyu dəyişmir və təkrarlanmır. Elə buna görə 19-cu əsrin sonunda polis yeni identifikasiya metodu axtaranda cavab barmaqlarımızın ucundaydı. Ən böyük dönüş nöqtəsi 1892-ci ildə Argentina, Necochea şəhərində oldu. 2 uşaq öldürülmüşdü və bütün şübhə atanın üzərinə gedirdi. Lakin qapıda qan içində bir barmaq izi tapıldı. O dövr üçün inanılmaz addım atıldı. İz, ananın, Francisca Roxas'ın barmaq izləri ilə müqayisə edildi. Nəticə hamını şoka saldı. Cinayəti ana törətmişdi. Bu, tarixdə barmaq izinin ilk dəfə rəsmi sübut kimi cinayəti açması idi. Bu hadisədən sonra bütün dünya başa düşdü. Barmaq izi yalan danışmır. Daktiloskopiya qısa zamanda polis sistemlərinin əsasına çevrildi. Çünki bu izlər dəyişmir, saxtalaşdırması çətindir, hər toxunuşda səthə düşür və bir saniyədə insanı tanıda bilir. Bugün FBI 100 milyonlarla barmaq izini rəqəmsal bazalarda saxlayır və hər yeni cinayətdə ilk baxılan şey hələ də budur. Barmaq izləri bədənimizin ən kiçik, amma cinayətin ən güclü şahidləridir.